ən güclü meyxana deyən kimdir? Mən düzünü danışıram. Buyurun. Biraz pis oluram. Amma məndən sual verəndə onlara, Rəşad Dağlı, Pərviz də belədir, musikalni meyxanada, şirinlikdə Pərviz Vottak. Bəli. Güclü meyxana deyən Rəşad Dağlıdır. Bu danmaqlı deyil, Bəli. bu yalandan demək lazım deyil. Allah verib ona, o Allahın verdiyi sənətdir verib ona. Rəşad Dağlı. Razısan mı bu cavabla? Heç vaxt. Mən də ustad sözünü... Pərviz Bülbülə musikalni meyxana dəyişmə super. Bəli. Sizinlə oturmuşam eyni stola, bu söhbətə qarışmayım xeyr ola. Məni Pərviz qaqaş salarsan yola, 12-də metro gəlir dalımca, 12-də metro gəlir dalımca. Orxan yol qırağındaydı bilginən, saxladım 07-mi 2000-ginən. Bu it qızı mənə deyir ki gedginən, mənim Prado gəlir dalımca, mənim Prado gəlir dalımca. Biri var ay Orxan demirəm adıyla, əvvəl hərfi o gəlir dalımca, əvvəl hərfi o gəlir dalımca. Sənəsini gördüm onun qaçırdıram nənəsini, babası deyir yo gəlir dalımca, babası deyir yo gəlir dalımca.